Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salli ala Muhammed ve ali Muhammed. Əziz qardaşlar, yeni bir gözəllik sizə göstərmək istəyirəm Quran ilə bağlı. 6236 ayəsi var Quran-ı Kərimin. 6236 ayəsi. Amma biz 62-ci surəni oxuyarıq cümə günü. Cümə namazında qarşıda duran İmam 62-ci surəni oxuyar. Fatihədən sonra 62-ci surəni oxuyar. Cümə günündə Cümə surəsini oxuyar. Yəni cümə namazı 2 rükətdir. Birinci rükətində Fatihədən sonra Cümə, ikinci rükətində Fatihədən sonra Münafiqun surəsi oxunur. Fikir verin, ən fəzilətli 7 gün içində 5-ci gündür, Cümə günü. Və orada ən fəzilətli namaz, bu 5 namaz içində ən fəzilətlisi günorta zöhrün yerinə qılınan Cümə surəsidir. Cümə namazıdır. Və bu namaz vacibdir, amma nə qədər ki imamımız qeybdədir, artıq onun vacibliyi tam %100 deyil, insan öz günorta namazını da qıla bilər. Yəni, müştəhidlərin nəzəri var. Amma fikir verin, 62-ci surəni oxuyuruq biz. Ən gözəl gün içində, ən gözəl namaz içində 62-ci surəni. Və sonra namaz qurtarır, gedirik. Cümə namazı qutarandan sonra qəbirstanlıqda 36-cı surəni oxuyuruq, Yasin surəsini. Çünki 5-ci gün qəbirstanlığı ziyarət eləmək, bu 7 gün içində ən fəzilətlisi 5-ci gündür, ziyarət eləmək. 4-cü gündə ziyarət eləmək olar hər gün, amma daha fəzilətli 5-ci gün və ən fəzilətli alimlərin də dediyinə görə, ən fəzilətli cümə namazını qılandan sonra gedib öz qəbirlərini, əzizlərin qəbrini ziyarət eləmək müstəhəbdir və orada da ən fəzilətli surə hansı surədir? Yasin surəsi. Qəbirstanlıqda oxunarsa bütün qəbirstanlıq bağışlanar. Hədis var. Fikir verin, yəni hər surənin özünün fəzilətli yeri var. Bu da fikir verin, nə cür olur? 62 ilə 36-nı böyür-böyürə qoyanda 62-ci surə Cümə surəsi, 36-cı surə Yasin surəsi. Eləyir 6236. İndi biz buna bir də başqa cür nəzərlə də baxa bilərik. Hansı nəzərlə? Deməli, qardaşlar, Bismillahirrahmanirrahimin rəqəmsal dəyəri 236-dır. Həmd kəlməsinin də rəqəmsal dəyəri o əlhəmd. Əlhəmd rəqəmsal dəyəri 62-dir. Siz deyə bilərsiniz, niyə əlhəmd kəlməsi nə üçün 62 olsun? Əlf birinci hərfdir. Ləm əlifba sırasında 23-cü hərfdir. Ha 6-cı hərfdir. Mim 24-cü, dəl 8-ci. Elədim 62. İndi Bismillahirrahmanirrahim niyə bəs 236 rəqəm eləyir? Fikir verin, B hərfi 2-ci hərfdir əlifba sırasında. Sin hərfi 12-ci hərfdir. Mim 24-cü hərfdir. Əliflə ləm burada oxunmur. Mən də oxumadım. Ləm hərfi 23-cü hərfdir. Burada təşdid altında bir dənə də ləm var ki, o da oxunur. O da 23-cü hərfdir. Hə 27-ci hərfdir. Əliflə ləm oxunmur. Mən də oxumadım. Ra 10-cu hərfdir. Bir dənə də ra var burada. Oxunur çünki. Yenə 10 elədi. Ha 6-cı hərfdə əlifba sırasında. Mim 24-cü, nun 25-ci, əliflə ləm oxunmadı. Ra 10-cu hərfdir. Yenə bir ra var 10-cu hərfdir. Ha 6-cı hərfdir. Yə hərfini oxumadım çünki oxunmur. Mim 24-cü. Cəmi neçə elədi bunlar? Cəmi 236. Deməli, Bismillahirrahmanirrahimin dəyəri elədi 236. Və biz bəs Bismillahirrahmanirrahim hansı surənin başında əsas keçir? Hamısında keçir, amma əsas necə ki Həzrət Əleyhisselam buyurur, bütün Quran Fatihənin içindədir.
Fatihə Bismillahirrahmanirrahimin içindədir. Bismillahirrahmanirrahimdəki o B hərfinin altındakı nöqtə mənəm. Bax, Bismillahirrahmanirrahim deyən sanki Fatihəni və Quran-ı Kərimi dedi. Əleyhisselamın hədisə görə Bismillahirrahmanirrahim sanki bir Qurandır. Bismillahirrahmanirrahim 236-dır rəqəmsal dəyəri. Və bu həmən Fatihə surəsinin adı nə idi? Əl-Həmd. Suri Əl-Həmd. Həmd surəsi. Həmd də həm də təşəkkür deməkdir. Allaha həmd eləmək, təşəkkür eləmək. Bismillahirrahmanirrahim əvvəl isə həmd sondur. Biz Bismillahirrahmanirrahim deyib yeməyə başlayırıq, Əlhəmdülillah deyib qutararıq. Fikir verin, əvvəl və son. Və surənin adı həmd və surə artıq həmdlə başlayır. Adı da həmd. Həmdin rəqəmsal dəyəri 62 və Bismillahirrahmanirrahim rəqəmsal dəyəri 236. Deyirsiniz, nə olsun? Burada 2-nin biri artıqdır. Burada siz hansı rəqəmlər? Sanki bu 62-ni bura yaxınlaşdıranda 2 bu 2-nin üstünə düşür. Nə yaranır? 6, 2, 3, 6 rəqəmləri görürük. 6, 2, 3, 6 rəqəmləri görürük. 6236. Yəni, Bismillahirrahmanirrahimin rəqəmsal dəyəri ilə baxanda, indi gəlin başqa cür rəqəmsal dəyərlə də baxaq. Ki, mən başqa videolarımda demişəm, Quran-ı Kərimin 6236 ayəsi var. Biz bunun tərsini oxuyanda, nə edir tərsini oxuyanda? 6326 eləyirmi? Xeyr, nöqtə imkan vermir. Bu cür eləsin, məcburuq deyək. 632.6. 632.6-da Həzrəti Peyğəmbər dünyadan gedir. 632-nin 6-cı ayında. Sanki Allah Teala rəqəmsal sistemdən bizə başa salmaq istəyir ki, Quran-ı Kərimin rəqəmsal dəyərini 6236-nı sondan əvvəl oxusanız, Quranın sonunu görəsiniz. Çünki 632.6-da Quran-ı Kərim dayanır. Və eləcə də və yaxud nə dedim? Bismillahirrahmanirrahim 236-da dedim. Bunu da tərsini oxuyanda 632 yaranır. Və mənim başqa bir videom da var. Orada bütün namazın sözləri ki var, vacib, olmazsa olmaz. Allah Akbərdir, Fatihədir, Allah Akbər Fatihə. Təşəhhüdün vacibidir, səlamın vacibidir. Zikirlərin olmazsa olmaz vacibidir. Bunları mən izah eləmişəm. Videomda 6236 edir. Özü də əbcət rəqəm sistemi ilə yox, elə əlifba sırası ilə. Məsələn, Allah Akbərdə əlif 1-dir. Ləm əbcətdə 30-da, amma 30 yazmamışam, 23 yazmışam. Çünki əlifba sırasında 23-cü yerdədir. Allah Akbərdə ikinci ləm də var, o da 23-cü yerdədir. Hə hərfi 27-ci yerdədir, halbuki əbcətdə 5-dir. Yəni, qıldığımız namaz da 6236-nı göstərir. Yəni, nəyi demək istəyirəm? Rəqəmsal sistemdən Allah Teala Quran-ı Kərimi, namazı o elə cür qurub ki, bunlar hamısı bir-birini tamamlayır və bu cür belə bir şey yaratmaq mümkün deyildir. Bu Quran-ı Kərimin riyazi möcüzəsidir və həqiqətən Allah tərəfindən göndərilmiş kitab olmasının da bir dəlilidir.